İran və ABŞ-İsrail arasında müharibə ehtimalı hazırda çox yüksəkdir. Bu müharibənin Azərbaycan üçün çox ciddi təsirləri ola bilər. Bu sözləri Axara Rusiyalı politoloq Sergey Markov İran və ABŞ arasında mümkün müharibə ehtimalı və onun bölgəmizə mənfi təsirləri haqqında danışarkən deyib. Onun sözlərinə görə birinci ən böyük çətinlik qaçqınlarla bağlıdır. Azərbaycan kütləvi qaçqın axınına hazırlaşmalıdır. Bu cür tədbirlər sərt variant, sərhədlərin möhkəm bağlanması və heç kimin buraxılmaması, ya da yumşaq variant, uşaqlarla qadınların və ya bütün qaçqınların buraxılması ola bilər. Aydındır ki, humanitar səbəblərə görə hər hansı bir qaçqından imtina etmək çətindir. Lakin digər tərəfdən bu qaçqınların yerləşdirilməsi, qidalanması və s. çətinliklər var. Politoloqun fikrincə, dost MDB ölkələrindən bir neçəsi bu məsələdə Azərbaycana yardım edə bilər. Hesab edirəm ki, Azərbaycanın Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan kimi dostları İrandan qaçqın axını zamanı Azərbaycana kömək edə bilər. Və indi bu ölkələrlə qaçqın axını halında mümkün sürətli yardım üçün danışıqlar aparmaq daha məqsədə uyğundur. Bəlkə də indi qaçqın düşərgələri üçün qida ehtiyatları, çadırlar hazırlamaq, qaçqınların yerləşdirildiyi yerlərdə təhlükəsizliyi təmin edə biləcək xüsusi polis qrupları hazırlamaq daha yaxşı olardı. Markov qeyd edib ki, Azərbaycan üçün ikinci çətinlik İranın müharibədən sonraki problemlərinin həlli məsələsidir. Azərbaycanın İran dağılacağı təqdirdə qarşılaşacağı digər problem də var. Bu ehtimal sıfır deyil. ABŞ və İsrail İranı payıza qədər bölmək istəklərini qətiyyən gizlətmirlər. İran etnik qruplara, farslar, ərəblər, kürdlər və azərbaycanlılara bölünə bilər. Azərbaycan İran dağıldığı və Cənubi Azərbaycan formalaşdığı təqdirdə nə edəcəyini müəyyənləşdirməlidir. Azərbaycanla birləşmə nəzəri cəhətdən mümkündür. Lakin praktikada bu, son dərəcə İslamlaşmış əhalinin hazırki dünyəvi, tərəqqiyə doğru gedən Azərbaycanı udacağı deməkdir və ciddi təhlükədir. Cənubi Azərbaycanın onun dövlət institutlarının formalaşmasına kömək etmək daha məqsədə uyğun olardı. Buna ciddi ehtiyac yaranacaq. Və Cənubi Azərbaycanın dövlətçiliyi Azərbaycan və Azərbaycanın Rusiya, Qazaxıstan və Belarus kimi dostlarının iştirakı ilə qurulsa daha doğru olardı. Elə bir vəziyyət yarana bilər ki, Güney Azərbaycanın dövlətçiliyi Azərbaycana mənfi münasibət bəsləyən bəzi şəxslər tərəfindən qurulsun. Bunun qarşısı alınmalıdır. Bu çətin problemdir və ümumiyyətlə indi bu barədə düşünmək lazımdır. Hesab edirəm ki, bu vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı indidən bəzi məsləhətləşmələr aparılmalıdır. Amma bu tamamilə qapalı formatda müzakirə edilməlidir. Çünki İranın məğlubiyyəti və süqutu halında nələrin edilməsi lazım olduğunu açıq şəkildə müzakirə etməyi İran anlayışla qəbul etməz. Azərbaycan mediasından bir səs yayılıb və Markov adında bir adamdan nəql qol edərək İranda savaş olacaq. O savaşın nəticəsində İran bölünəcək. O bölünmənin nəticəsində Güney Azərbaycanın dövlət qurulmasına şərait yaranacaq. O şəraitdə Güney Azərbaycanla Kuzey Azərbaycanın işbirliyi, bütövlüyü üçün nəzəri cəhətdən heç bir problem yoxdur. Həman bu müfəssiri Rus o qədər detallara gedir. Deyir ki, bu ehtimal var ki, Güney Azərbaycanda bir dövlət yaranırsa, Kuzey Azərbaycan dövlətinə mənfi ya negativ bir mövqe tuta bilər deyə indidən onun qarşısını almaq lazımdır. Danışan elə bir danışır ki, Ruslar üçün Azərbaycanla dostlar o müfəssirin nəzərindən Güney Azərbaycana girə bilərlər və Güney Azərbaycanla Kuzey Azərbaycan arasında bir əlaqə və bağ qrup bütövləşdirərlər kimi meydana bir fikir atır. Burada dostlar onun sözlərini təfsir edirlər. Rus Azərbaycan üçün bizlə dostluq bəslər, İsrail Azərbaycanla dostluq edib bizlərlə dostluq bəslər, kütlənin yanında durmaz, bəlkə bizim yanımızda da durdu və belə sözlər. Əlbəttə bu arada Səid bəyimizin realistik təfsirinə bu həvadisdən bir təbrik deməliyəm. Ondan sonra başqa dostların təfsirlərində əcaib-qəraib sözlər meydana gəlir. Halbuki Markovun sözləri bu gün gedən siyasətlə yaxından uzaqdan heç bir ilgisi yox. Yəni Markovun sözləri kökündən nə realistikdir, nə siyasətlə uyğundur, nə siyasi təcrübə onu göstərir, nə siyasi hüquq belə bir şəraitin meydanına gəlmə uyğundur, nə siyasi güclər, mövcud siyasi güclər belə bir dəyişimə yol aça bilir. Yəni
Markov dediyin adamın sözləri boş sözlər və yersiz sözlərdirlər. Amma bir dostumuz sual verdi ki, nə üçün bu xəbər Azərbaycan mətbuatından yayılmış olsun? Bu gözəl sualdır, çox ciddi sualdır da. Yəni, belə bir çarpıcı fikir, İran dağılacaq, Güney Azərbaycan qurulacaq, qaçqın gələcək, el olacaq, bel olacaq. Nə üçün Azərbaycan mediasından yayılsın? Məncə, bu sualın iki yox, bir cavabı var, təkcə bir cavab. O da Azərbaycanla İsrailin yaxın dostluğu və İran rejiminə rəvani sıxıntı gətirməkdən ötürü Azərbaycan mediasından İran dağılacaq, Güney Azərbaycan qurulacaq filan. İran rejimi Amerikanın və İsrailin sıxıntısı qarşısında tez təslim olmaya rəvani cəmbədən etki bağışlasın. Yəni İsrailin bir əmniyyəti fəaliyyətidir. İkinci Qarabağda İsrailin Azərbaycanın yanında durmasında Azərbaycan da öz narahatçılığı İran rejimi ilə bir türlü keçən illərdə aydındır da hər kəsə. O təşəbbüslərə bir cavab da, bir məna da tapsın. Bir Rus müfəssirindən Azərbaycanın mediasında İran dağılacaq deyə xəbərini, yəni İsrail istəyən söz kimi yayılır. Və İran rejimi düşünür ki, İsrail, Amerika İranı sıxıntıya qoyursa, bu sıxıntı Azərbaycan tərəfindən də İrana yönələ bilər. Yəni bir cümlədə desək, İran rejimini rəvani sıxıntı altına qoyma ki, Amerikanın sıxıntısı və İsrailin sıxıntı qarşısında lazımi qədər tezliklə təslim olsun. Yəni, Amerika savaşı başlamadan İran rejiminin təslimatı onun qarşısında gerçəkləşsin. Bu xəbərin təkcə mənası və təfsiri budur. Yəni, Güney Azərbaycana, İranın dağılmasına, Güney Azərbaycan devlət quracaq, Quzey Azərbaycanla birləşəcək. Amma Güney Azərbaycanda qurulan devlət bəlkə Azərbaycana qarşı bir mahiyyət bağışlayacaq. Onun qarşısını indidən almaq lazımdır deyə bir senaryo kimi bu rəvayəti meydana gətirmənin gerçəklərlə heç bir əlaqəsi yoxdur ki. Amma bu xəbərin Azərbaycan mediasından yayılmasının mənası budur ki, Azərbaycan devləti İsraildən işbirliyinə girə bilər. Yəni İran rejiminə bir uyar. Bu qədər. Amma qeydaq dostlarımızın mövqeyinə belə bir xəbərin qarşısında başlayıblar dostlarımız xəbəri təfsir etməyə. Mahmud bəy deyir ki, bu məsələ çox ciddi məsələdir, ya ciddi almalıyıq. Amma bir təşkilat lideri kimi o hadisənin təfsiri yerinə Mahmud bəy ona düşünməməli idi. Azərbaycanda hazırlığa düşünməli idi. Çünki Azərbaycanda hazırlıq olmayınca dünya dəysin bir-birinə. Nəticə nə ola bilər Azərbaycana? Bir də dostlar, özümüzü allatmağa çalışmayaq. Əcəba Azərbaycanda milli hərəkət bir siyasi aktora çevrilibdir. Kimsə onu bir siyasi aktor kimi tanıyır. O aktorun adresi haradır? Hangi təşkilatlar o aktoru təqdim edirlər, göstərirlər? Və ya hangi liderlər bu pozisyondadırlar ki, dünya onları tanısın və Azərbaycan o üzdən İran dağılırsa, Güney Azərbaycan bir haqq hüquqa sahib çıxsın. Ən tanınmış liderimiz Mahmud Əli bəy Çehrəqanıdır. Güney Azərbaycanı ona tapşırmaq istəyirsinizmi? Yəni bizim aktivistlərimiz, siyasi təşkilatlarımız birinci dəfədə İranda siyasi çalxantı var deyə nə olacaq, nə olmayacaq deyil. Biz nə edəcəyikə düşünmək lazımdır. Biz nə durumduyuq, başımıza nə oyun gələcək deyə düşünməyimiz lazımdır. Bu xəbərin təfsirində bizim dostlarımızın sözlərində bir cümlə bu sözdən hikayə yoxdur. Bir cümlə ki, biz nə edəcəyik, nə duruma düşəcəyik, nə olacaq. Mən öz fikrimi sizə deyim. Nə Rusiya, nə Amerika, nə Avropa, nə Türkiyə, nə Azərbaycan. Başqa dövlətlərdə sayaram ha, deyək Pakistan, deyək Əraq. Heç biri İranın dağılmasını istəmir. Siyasətə təcrübə pəncərəsindən baxırsaq, İranın dağılmaması gün kimi aydındır. İranın dağılması hiç deyil. Hətta İranda rejim dəyişilməsinə belə şərait yoxdur. Yəni Amerika və Avropa İranda rejimi dəyişməsini istəyirlər. Amma buna təşəbbüs etmirlər. Nə üçün?
Çünki İranda da alternativ bir otorite yoxdur. Yəni İranda rejim dəyişilsə, Əraq kimin, Əfqanistan kimin, Suriyə kimin xüsusən bir duruma düşəcəkdir və tamam dünyanın dövlətləri töküləcək ora. Və Amerika elə buna görə də rejim dəyişməsinə İranda təşəbbüs etməyə çalışmır. Bunu aşkarca da dəfələrcə Trump deyir. Rejimin İranda dəyişilməsinə bir şərait yoxdur isə İran necə dağılacaqdır deyə düşünə bilərsiniz. Ona görə mən dostları realistik baxış açısına dəvət edirəm. Bəlkə elə bu qeyri-realistik baxışlar bizlərin, yəni Azərbaycan aktivistlərinin arasında bu qədər ara salıb və bizi gücsüzləndirmişdir. Siz nə düşünürsünüz onu bilmirəm.